Mən bayaq anonslarda elan elədim, hətta bayaqlarda bildirdim ki, bilirsiniz ki, bugün 3 dekabr Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci ildə BMT-nin Baş Assambleyasında qətnamə qəbul olunub. Mən uşaqların yanında belə çox həssas məqamlara toxunmaq istəmirəm, amma nə yaxşı ki, bizim Heydər Əliyev fondu var. Mehriban xanım Əliyevə Allah can sağlığı versin. Allah Leyla xanıma can sağlığı versin. Tez-tez bu uşaqlarla görüşürlər. Devlətimizin diqqəti hər zaman yeniyetmə yaşında olan istedadlı gənclərimizə qayğı göstərirlər. Bilirsiniz ki, ölkəmizdə bir çox balalarımız var ki, onlar bir çox xəstəliklərdən əziyyət çəkirlər və Heydər Əliyev fondunun sayəsində onlar əməliyyatlar olurlar, müalicələr olurlar. Amma bu uşaqlarımız bir çoxları demək olar anadan gəlmə göz qüsurları var. Amma Allahın onların gözünün nuru olmasa da onların elə gözəl istedadı var ki, bir çox gözü nuru olan insanlardan daha faydalıdırlar bu cəmiyyətə. Və bugün də mən özümə borc bildim. Dostumuz Elnara dedim ki, Elnar, bugün qonaq gələrsin, çünki bugün axşam Heydər Əliyev mərkəzində də uşaqlarımızın Beynəlxalq Əlillər Günü'nə həsr olunmuş tədbir olacaq. Və Elnar Musayevin rəhbərliyi altında İşıqlı İstedadlar layihəsinin fiziki məhdudiyyətli istedadlı üzvləri var. Bugün onların çox az qismi buradadır. İradə Camalzadə buradadır. Həm qiraətçidir, həm gözəl şeiriyyatı var. Çinarə İsmayeva müğənnidir. Asif Zeynallı adına Musiqi Kollecinin Xanəndəlik Fakültəsinin ikinci kurs tələbəsidir. Hamısını göstərin uşaqların. Rəvanə Ağamirova müğənnidir. Milli Konservatoriyanın Xanəndəlik Fakültəsinin ikinci kurs tələbəsidir və 2023-cü ildə prezident mükafatına layiq görülüb. Gəlin bu gənclərimizi alqışlayalım da. Çox sevinirəm sizlərin adına. Elnar, xoş gəlmişsən. Çox sağ olun, Tarif bəy. Hər vaxtınız xeyir olsun. Can. Bugün dostlarımızla bərabər buradayıq. Niyə buradayıq? Çünki mən Tolik bəyin xətrini niyə çox istəyirəm? Çox səmimi insandır. Nəyə görə? Bəzən biz fiziki məhdudiyyətli şəxslər doğrudan da istedadlı şəxslərdir. Tarix bəy də həmişə biz söhbətlərimiz olur, danışırıq, müzakirələr eləyirik. Hətta bugün planlaşdırdıq ki, burada gəlib çıxış eləyək. Burada sizin verilişdə olaq. Doğrudan da çox sağ olun dəvətinizə görə. Borcumuzdur. Sən də çox sağ ol ki, bax belə bir balaca bir qrup yaratmışsan. Onlarla sən özün bilirsən ki, sənin istedadı var, hər kəs bəllidir. Sən bir çox televiziyalarda çıxışlar eləmişsən və bu bir çox gözü görən, amma cəmiyyətə faydalı olmayan gənclərimizə bir nümunədir. Bugün iş tapa bilmirəm, 500 manata işləyə bilmərəm, 400 manata işləməyən oğlanlar bütün günü Targovuda, bulvarda avara-avara gəzməkdənsə, baxın, gənc oğlandı, bu da evdə oturar bütün günü, digər devlət mənə pensiya verir, oturaram, anamı incilərəm, amma Zaqatalaya gedir, bura gəlir, anasına kömək edir və devlətimiz ona ev verib və bu günləri biz çox sevinirik ki, səhv demədim də məncə də, düz dedim də və bugün bu evlad öz ailəsinin, anasının ağı qarası bir evladdır, səhv etmirəm, yoxsa neçə nəfərsiniz? 2 nəfər. 2 nəfərsiniz. Və bu evlad ailəsinin fəxridir. Bax, burada olan analar var, indi orada atalar. Bu evladlarla fəxr edir, çalışın, sizlərlə ailəmiz fəxr eləsin. Və bu günləri hər birimizə təşəkkür edirəm bura gəldiyimizə görə. Və mən istəyirəm bizim Çinarəmiz, Çinarə, xoş gəlmişsən. Rəvanə, xoş gəlmişsən sən də. Xoş gördük hər birinizi. Burada əyləşən tamaşaçılarımızı salamlayıram. Tolik bəy, Can. sizə də təşəkkür edirəm. Elə demə, borcumuzdur. Məncə gerək qrupun rəhbəri sən olaydın. Elnardan çox sən aktivsən, belə idarəçiliyi sevirsən. Bəli, Elnar, maşallah, Elnara da təşəkkür edirəm ki, yəni bizim uğurlarımızı yəni hamıya tanıtdırır. Yəni onun uğuru, bizim uğurumuz onun uğurudur, onun uğuru bizim uğurumuzdur. Can, siz bacı qardaş kimi, dost kimi hələ bundan da böyük uğurlara imza atacaqsınız. Çox sağ olun. Tolik bəy, mən Can, çox üzr istəyirəm sizdən. bugün sizin bayramınızdır ya, mənə çox tərifləmir. Yox, mən buradan dövlətimizə nəyə görə təşəkkür eləmək istəyirəm? Birinci ona görə təşəkkür etmək istəyirəm ki, Heydər Əliyev ulu öndərimizin qoyduğu bir siyasət ki, əlillərə hər zaman bütün sahələrdə olduğu kimi onun diqqəti olub. İstər sosial, istər mədəni, onların rifahını artırmaq üçün çalışıblar. Və Mehriban xanımın
cənab prezidentimizin də bizim üzərimizdə çox böyük əməyi var. Mehriban xanım 2021-ci ildə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini yaratdı və siz təsəvvür edin, hər il, hər bayramda mütəmadi olaraq gəlir bizlərə baş çəkir, maraqlanır, tədbirlərdə iştirak edir. Biz nazirlərlə, prezidentlərlə görüşürük. Bu bizim üçün böyük uğurdur. Yəni ki, məhdudiyyət doğrudan da əngəl tanımır. Ona görə də dövlət başçımıza, birinci xanımımıza, Leyla xanım Əliyevaya təşəkkür edirik ki, baxın, bu cür şərait yaratdı. Biz keçən il, mən deməli 17 yaşımda ilk dəfə konsert verdim. Orada bizim dəyərli sənətkarlarımız gəlib iştirak elədi. Xalq artistlərimiz, Mirələm bəy, Kamilə xanım, gənc xanəndələr, çox sağ olsunlar. Hər biri gəlib bizlərə dəstək oldu və Təyyar müəllim Bayramov və burada bütün televiziya kanallarına da ona cümlədən təşəkkür. Bizim dostlarımız indi ictimai kanaldaydılar səhər, dövlət kanalları dəstək olurlar. İndi biz mədəniyyət kanalında olacağıq, ASTV-də. Bütün dövlət kanallarına ona görə də təşəkkür edirik ki, bizləri unutmursunuz. Sizlərə təşəkkür edirik. Özəlliklə, bax, efir vaxtınızı ayırmışsınız bizlər üçün. Sizi xoş ediriksə, nə xoş. Çox sağ olun. Elnar, gəlin rəvanə ilə sizdən başlayaq və bu musiqili töhfəmizi bugün bütün bölgələrdən bizə baxan əlil dostlarımız üçün, bacı qardaşlarımız üçün, atalarımız üçün. Buyurun. İfa ediniz şeirlə başlayaq, sonra rəvanə ilə Çinarədə davam eləyər, oxuyarlar. Torpağın üstünə kölgələr salan, torpağın üstünə kölgələr salan, mənim varlığımın cilası bayraq, zəfərdən doğulmuş göy türkdən qalan, qurt başlı bayrağın balası bayraq. Üç rəngli bayrağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Zəfər günlərini dövrü qədimdən, zəfər günlərini dövrü qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Azadeliyi sülü sevirler bizim eller, azadeliyi sülü sevirler bizim eller. Bir yerdeki sülh olsa o yerde zarar olmaz. Odlar vətəni nazlı gözəller bürüyübdür. Odlar vətəni nazlı gözəller bürüyübdür. Ellerde məsəl var ki, gözəlsiz şəhər olmaz. Ay kız gezme aralı, könlüm senden yaralı. Ay kız gezme aralı, könlüm senden yaralı. Gözlerine kurban Azerbaycan maralı.
Tarixdən qədimdir, zamandan qoca. Tarixdən qədimdir, zamandan qoca. Mənim bayrağıma sancılan hilal, aləmə nur saçdı tarix boyunca. Məbədlər başına tac olan hilal, daim ucalasan savaş günündə. Əskər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış, yalnız zəfər çalmış şəhid önündə səni alqış üçün əylən görüm. Səni alqış üçün eğlen görün. Gedək Qırğız yaylağına, ceyran cüyür oylağına. Gedək Qırğız yaylağına, ceyran cüyür oylağına. Enayi sağlağına, Azərbaycan marağına. Enayi sağlağına, Qarabağın marağına. Turşu olsun yaylağımız, gözəl Şuşa oylağımız. Sən olaydın qonağımız, Qarabağın maralı. Sən olaydın qonağımız, Azərbaycan maralı. Sən olaydın qonağımız, Azərbaycan maralı. Sən olaydın qonağımız, Azərbaycan maralı. O şənlikdə, bu şənlikdə şirin şirin dil mənimdir, şirin şirin dil mənimdir, mənimdir. O şənlikdə, bu şənlikdə şirin şirin dil mənimdir, şirin şirin dil mənimdir, mənimdir. Ötmə bayquş çəməndə, çəmənlikdə, çəmənlikdə, mən bülbüləm gül mənimdir, gül mənimdir, gül mənim. Mən bülbüləm gül mənimdir, gül mənim. Ötmə bayquş çəməndə, çəmənlikdə, çəmənlikdə, mən bülbüləm gül mənimdir, gül mənimdir, gül mənim. Mən bülbüləm gül mənimdir, gül mənimdir, gül mənimdir. Gül mənimdir, gül mənimdir, ah el mənimdir, el mənimdir, el mənimdir.
Amma mən hər birinizə təşəkkür edirəm. Abi sənə də. Biz səninlə demək olar, mənim şəxsi nömrəmi biri istəyən vaxtı zəng vurur. Bir də görürsə ki, elə yerdə olam. Elnar sonra yığaram səni. Yaxşı toydayam. Yəni, biz oyuna elə danışırıq ki, mən onu dost bilirəm, balaca qardaşım bilirəm özümə. Yəni, mən heç vaxt, nə bilim, onu Allah eləməsin. Bir əqli qüsurlu insan kimi görmürəm. Sizlər də çox sağ olun ki, mən bilirəm ki, hər birimiz, burada həm bizim gözlərimiz niyə yaşarır ki, belə gənclərimiz var, belə ağıllı. Və mən valideynlərin qarşısına baş əyirəm sizin ki, ömrünüzü bu evladlarınızın savadlı böyüməsinə, bu evladlarınızın gözəl böyüməsinə, tərbiyəli böyüməsinə həsr eləmişsiniz, ağlamayın. Mən bilirəm ki, çox çətindir sizin üçün. Amma siz ən azından qürur duymalısınız ki, sizin evladınız Allah eləməsin, narkotika duçar olub, evinizi dağıtmayıb. Allah insana bəzən elə bir sınaq verir ki, bu sizin üçün ömrünüzün axırına bir sınaqdır. Və bu sınaqdan yüzlərlə, minlərlə dünyada, milyonlarla insanlar var. Mən bəzən evladı atan uşaqların analarına baxanda və sizləri görəndə mən elə gəlir ki, bax, cənnət sizin kimi anaların ayağının altındadır. Çünki bu uşaqların yerindən durub, yeməyi yiyənəcən, məktəbə gedərcə, hər bir anda yanlarındasınız. Hər birinizin qarşısında baş əyirəm. Burada olan, burada olmayanlar, nə yaxşı ki varsınız. Çünki bu uşaqlar məhz sizin sayənizdə cəmiyyətdə belə qürurlu yanırlar. Valideynlərə çox sağ ol deyirəm. Mən bilirəm, bizim efrimizə baxan bir qadın var ki, o dünyaya uşaq gətirəndə o gözlərin ikisi də görməyib, amma evladı üçün bu həyatını yaşayır. Çox sağ olun, bayramınız mübarək olsun. Və təbii ki, deyə bilərsiniz, buyurun. Buyurun. Şeir yadından çıxdı, amma... Məndən tamaşaçıları salamlayıram, verilişin sonu olsa da. Mən öz atama təşəkkür edirəm. Çünki məndən əlavə fiziki məhdudiyyətli evdə paralimpiyaçı, mənim bir bacım da var. Bizim əziyyətimizi çəkir. Paralimpiyaçı, bəli. Dünya, belə deyək, biz üçün atamızla gözəl olur, yaxşı insanlarla gözəl olur. Çox sağ olun, Tarix bəy. Mən atamızın əllərindən öpürəm. Mən bildiyimə görə anamız dünyasını dəyişib, atamız var olun. Gəlin sizi burada görsünlər, qəhrəman valideynlər. Mən atamı alqışlayıram. Hər zaman yanımızdadır. Gəlin, sən də gəl. Atalar var olsun. Valideynlər, gəlin evlatlarımızın yanına qoy, sizləri tanısınlar, sizləri görsünlər ki, baxın, anasız bu ölkəyə paralimpiyaçı. Bəxş edib, mühəmmi bəxş edib, bəli. Gəlin bura, gəlin balalarımızın yanında. Azərbaycanımızın bayrağın çiyinlərində daşıyır. Keçin balalarımızın yanına, keçin balalarımızın yanına. Bax, tanıyın bu qəhrəman anaları, hər kəs öz anasının yanında yansın. Tanıyın bu insanlar ömürlərini bu evlatlara həsr ediblər. Nə yaxşı ki varsınız. Qoy sizə baxıb da uşaqlarını atan, uşaqlara diqqət göstərməyən valideynlər utansınlar. Çünki siz qəhrəman analarsınız və qəhrəman atalarsınız. Buyur, sən də məsələ demək istəyirdin. Buyur. Mən də hər kəsi salamlayıram. Tarix bəy, sizə təşəkkür edirəm ki, bizi dəvət etdiniz. Elnar dostuma təşəkkür edirəm. Bizim bura efirlərə gəlməyimiz üçün şərait yaradır. Və mən də valideynlərimə efir vasitəsindən təşəkkür edirəm. Atam da, anam da, hər ikisinin əziyyəti olub. Anamın xüsusi əziyyəti olub mənim məktəbə getməyimdə, təhsil almağımda, mənim bu yerə gəlib çatmağımda onun çox xüsusi yeri var. Ona efir vasitəsindən təşəkkür edirəm. Salamlarımı çatdırıram məni buradan dinləyən dostlarıma, yaxınlarıma, əzizlərimə. Və bizim uğurumuz hamımızın uğurudur. Sizin uğurunuz bütün ölkəmizin uğurudur. Mənim dostlarımın da uğuru elə mənim də uğurumdur. Onlar bir uğura nail olanda elə bilirəm ki, elə özüm hər hansısa bir uğura nail olmuşam. Bizim layihəmiz var, İşıqlı İstedadlar layihəsi. Bu gələn uşaqlar da bu layihənin... Buradan Könül xanım, yeni ilimizin bir buraxılışını uşaqlara çəkiliş edəyək. Yalnız Elnar, bütün istedadlı uşaqlara, hansılar ki, musiqi alətində ifa edə bilirlər, oynaya bilirlər, hamısını yığın bir yeni ilimizi onlara həsr edəyək. Çox sağ olun. Qoy həmən günü verilişimizə... Mən də bir söz demək istəyirəm. Buyur. Yəni, bu artıq bu layihə bir ildir ki, davam edir.
Elnar Musayevin dəstəyi altında Çox sağ olsun Elnar. artıq bir dəfə bir tədbir keçirilib, ikincisi də keçiriləcək. İnşallah. Muğam mərkəzində inşallah. Muğam mərkəzində Dövlətimiz fəxri fərmanla təltif edib bizim nazirimiz. Təşəkkür edirəm. Və prezidentimiz bax Rəvanə dostumuz bu yaxınlarda Moskvada birinci yer qalibi oldu. Ölkəmizi təmsil elədi. Yəni bu dostlarımızın hər birinin özünə görə istedadı var. Hətta bizim gözdən əlil dostlarımızın bir neçəsi Asan Radioda çalışır, Xəzər televiziyasında çalışan dostlarımız. Bəli, Murad müəllim sağ olsun. Bəli, Və Murad görmüşəm. müəllim çox sağ olsun. Baxın, bugünkü gün kanallar da şərait yaradır artıq. Çünki istedad hər bir yerdə özünü göstərir. Ona görə də bəlkə də sizin vaxtınızı alırıq. Çox Yox, 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 buyur. Muğam mərkəzində xüsusi yerlərdə onlara da təşəkkür edirik rəhbərliyə ki, bizə yaradırlar şərait. Bəli, dövlət qurumları, Mədəniyyət Nazirliyi, Sosial Müdafiə Nazirliyi. Buyur biz Rəvan. oralarda tədbir keçirdik. Qoy balaca qızımız da danışsın, ürəyi doludur. Buyur can. Mən də hər kəsi bir daha salamlayıram. Can. Burada mən öz anama da təşəkkür edirəm. Valla həqiqətən anam mənim üzərimdə çox əziyyət çəkib. Bax, Elnar qardaşımız vurğuladığı kimi o Moskvada mən birinci yer tutanda necə əlimdən tutub hoppanırdı. Həyəcan, sevinçli. Bax bu dəqiqə mən ictimai televiziyadan gəlirəm. Yəni o sevincimi orada da bölüşmüşəm. İstəyirəm ki, burada da bölüşüm. Bu yaxınlarda sentyabrda biz Qazaxstana da getdik. Dövlətimizi təmsil elədik, ölkəmizi təmsil Bəli, elədik. Qazaxstanda da oldu. Qazaxstanda da oldu. Təşəkkür edirəm. Bütün valideynlərin qarşısında baş əyirik, Can. anaların qarşısında. Alqışlayalım babalarımızı. Analar Var ol. Biz bəzən ərköyünlü eləyirik, bəzən nəsə, amma bizim valideynlərimizlə biz həmişə... Can. Onlar da sizə fəxr edir. Mənim anam həmişə düzdür, uğurlarımı görür. Düzdür, mənim biraz ərköyünlüyüm də olub. Amma yəni həqiqətən bizim uğurlarımız çox olacaq düşünürəm. Çox Elnar, mən də boynumu alıram. Ay, ay. təşəkkür edirəm, minnətdarım. Öpürəm, çox sağ olun. Təşəkkür edirəm. Ağlamayın, ağlama anam. Mən sizi tanıyıram, biz sizinlə telefonda danışmışıq. Mən istəyirəm siz başda olmaqla o mikrofonu verin bu mikrofonu. Təbrik edin uşaqlarımızı. Çünki bu biz əlilliyi qoyaq bir kənara götürün. Amma onların bugün bayramı sayaq. Ümumi gözəllik bayramı qoyaq bunun adını. Biz əqli qüsur qoymayaq, əlillər günü qoymayaq. Buyurun, siz də təbrikinizi eləyin balalarımızın. Bilirəm ki, fəxr edirsiniz sevdiklərinizlə. Mənim gözəl balalarımız sizi təbrik edirəm. Yolunuz həmişə açıq olsun. Amin. Təşəkkürlər. Gəlin uğurlayan analarımızı geçsinlər. Elnar çox sağ olun hər biriniz gəldiyinizə görə bilirəm tədbirlərimiz var. Gedin inşallah dediyim bayramda uşaqları götürün qurban olun siz kömək edin. Var olun bayramın bir gününü uşaqlarımızı çəkəcəyim. Çox sağ olun. Gəlin musiqi ilə yola salaq orada bir ifa edin. Var olun. Var olun. Çox sağ olun. Var olun. Mən söz verdimsə bunu eləyə. Yox, Elnarı mən neçə vaxtı tanıyıram. Allah sənin o qədər ürəyinə görə gözəl versin. tərbiyəli uşaqdır. Mənə zəng vurar. Mən falan yerdə oldum. Uğurlarını mənə diplom verdilər. Mən onunla dost kimi danışıram. Bir gün vaxtım olmur dedim. Elnar, sonra danışarıq. Yəni mən var insanlar güya başqa cürə. Yox, mən ona elə qardaşım kimi. Nə olar ki? O qədər Allah sənin ürəyinə, qəlbinə görə versin. Bilirəm, çox sağ olun. Allah qəlbləri görəndə o uşaqları sevindirmək nə olar ki də? Yəni mən həmişə efirlərə bax deyirsiniz, dövlət kanallarının adını çəkirlər. Mən burada həmkarlarıma da demək istəyirəm ki, elə eləyin ki, xalqın sevgisini belə şeylərlə qazanın. Hər gün dava eləmək olar, hər gün qırğın, hər gün reyting düşünmək olar. Amma onların savabı, onlar kimi yüzlərlə, minlərlə uşaq bu dəqiqə televiziyaya baxırlar. Mən demirəm, mən bunları nəinki burada, MTV-də, Xəzərdə də işləyəndə eləmişəm. Yəni, amma çalışın, göstəriş namini eləməyin, gətirin efirimizə, vaxt ayırın onlarla. O reyting bir gün olar, bir gün olmaz. Amma ahirətdə hər birimiz Allahın qarşısında bir cavab deyil. Valla bizimlər, valla. Buyur, Allah sənə can sağ olun. sizə də var olun. Mənim qardaşım da əlildir. Ay, qurban olarım. Mənim atam, mən onun üçün... Bir əlil insanı böyütmək çətin, çox pul, bəzən hər şeyi pula bağlayırlar. Mən bəzən... O məndən də yaxşı oxuyur. Niyə gətirmirsən bir gün onu efirə?
çox sağ olsun Murad, mənim öz minnətdarımı bildirirəm. Xəzər TV-yə gəldi, onu biraz xəstə idi. Məcbur getdi. Amma həqiqətən məndən yaxşı oxuyur. İnansın. Bir niyə gətirmirsən onu efirə? Allah onu elə bir pislik. Bəzən qazilərimiz var ki, mən görürəm də, Həssət, salamlayıram burada. Həssət heç gəzə bilmir, əlinin ayaqları işləmir də, o tək olsa sən tanıyırsan onu. Valideynlər əziyyət çəkirlər, hər şeyi pula, düşünməyin ki, pulla hər şey eləmirlər. Yox, pul bəzən çox şeylərdən üstün gələ bilmir. Bəli. Və mən istəyirəm, əgər belə danışdıqsa bu notlarda, bəlkə sizdən bir anı, oyun, sənin papirun var. Gəlin papirimizi səsləndirik, biraz abu havanı deyişir, sənin ürəyivə qurban olaram mən.